Bəs o anlayış var ki, məsəl üçün deyir, müştəri gəlib, deyir, istəmir axı, mən ona necə satım, istəmir. Bu adam da istəmir. Yəni ki, təlimlərdən sonra inkişaf olur. Əlbəttə, baxın, satışın yüksəldilməsi. elə bir şey yoxdur ki, onu biz sata biləcək. Bunun birinci, o bacarıqları sən mənimsəməlisən, ofisiant kimi. Və onu sən təqdim eləməlisən. Bax, biz onu yarada bilirik. Elə bir şey yoxdur ki, onu da biz sattıra bilirik. Şu havalı lafları nereden buluyorsun? Aşpaz mətbəxdə pişir. Bizim təlimlərdən sonra oradakı ofisiantlar onu sata bilməsin. Qeyri-mümkün. Mənim məsələn problem ofisiantlarla nə yaşayıram? Ofisianta deyirəm ki, get əlimizdə bu məhsul var, bunu sat. Ofisiant gedir, gəlir Android yanıbdan. Divara baxır. Baxırım mən. Divar ya o. Deyirəm buna nə oldu, sata bilmədin. Deyir, istəmədi axı. Deyirəm təklif elədin. Deyir, yox, menyonu verdim, gəl. Al şunu. Deyirəm, o satış bilirsən haçan başlayır. Sən onu təqdim eləyəndən sonra o sənə deyir ki, məsəl üçün, nə verə bilərsən mənə?